Elhamdülillahi Rabbil alemin ve salatu ve selamu ala eşrefil enbiyai vel murselin. Eşhedü en la ilahe illallah vahdehu la şerike leh ve eşhedü enne Muhammeden abduhu ve rasulü. Əziz dostlar, əzizləyicilər, hamınızın mübarək Ramazan günlərində uca Allahın salamı ilə və İslamın təhiyyəti ilə salamlayırıq. Esselamu aleykum və rahmetullahi və bərəkatuhu. Sonra şükürlər olsun Allaha ki, bizləri 11 ayın sultanı olan mübarək Ramazan ayına yetişdirmişdir və uca Allahdan istəyirəm ki, bu ayda etdiyimiz bütün ibadətləri bizdə qəbul etsin. Və Ramazan ayı hidayət ayıdır, xeyir-bərəkət ayıdır. Ona görə bu ayda insan hər bir xeyrə nail olmağa çalışmalıdır və biz bacardığımızda bu aya məxsusu olan və yaxud da məxsusu olmayan xeyirli, salih əməllər barədə danışırıq və bu günlərdə açacağımız mövzu çox önəmli bir mövzudur. Zaten bizim üzərimizdə olan böyük bir məsuliyyətdir. Lakin Ramazanda bunu etmək daha asandır. O da insan öz riayətində olanları, ailəsinin, evladlarının salih tərbiyə edib etməsidir. Ramazanda niyə görə deyirik bu daha asandır? Çünki Ramazanda şeytanlar zəncirlənir. Ramazanda cəhənnəmin qapıları zəncirlənir, bağlanır və cənnətin qapıları açılır. Allah Teala insanın qəlbinə hidayət salır, nur salır. Ona görə asandır insanları tərbiyə eləmək, islah eləmək. Ona görə bu günlərdə evlərinizdə məşğul olun. İnan ki, çöldə 10 nəfəri dəvət etməkdənsə evində bir nəfəri dəvət etməysənsə daha xeyirlidir. Çöldə 10 nəfərə bir sünnəti öyrətməkdənsə evində bir nəfərə sünnəti öyrətmək daha xeyirlidir. Çox önəmlidir. Ona görə İmam Nəvəvi Rahiməhullah Riyad-ı Salihin adlı kitabda belə bir bab açmışdır. Bəbu vücubi əmri əhlihi və əvlədəhu. İnsan evində ailəsinə, evladlarına yaxşılığı əmr etmək, xeyrə yönəltməyin vacib olması bölümü. Ki insan ev əhlini etməlidir, haramlardan çəkindirməlidir, onlara halalla kifayətləndirməlidir və onlara Allahın vacib haqların deməlidir. Vacib haqlardan da ən əsası namazdır. Bu xüsusda Uca Allah Teala Quran-ı Kərimdə buyurur ki: "Və amur əhləkə bis-salati vastabir aleyhə." Sən əhlinə, ailənə, ev əhlinə namaz qılmağa əmr et və özün də onun üzərində səbirli ol. Onun üzərində səbirli ol. Yəni, evladlarla namaz qılmağa əmr elə. Onları hər namazda oyat, hər namazda. Gündə 5 vaxtın 5-də də. Onlar sənə icabət etməsələr belə sən yenə də onları çağır. Çünki Peyğəmbər sallallahu aleyhi ve sellem hədis-i şərifdə bunu buyurmaqdadır və deyir ki, Əbu Hüreyra radiyallahu anh rəvayət elədiyi hədisdə, daha doğrusu Əbu Hüreyrədən gəlmir hədis, başqa sahabədən gəlir. Orada Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki, evladlarınıza namaz qılmağı əmr eləyin 7 yaşında və onlar 7 yaşında əmr eləyin və 10 yaşında isə onlara artıq tənbih eləyin, cəzalandırın. Yəni onların bədəninə iz qoymadan, ağrı vermədən, incitmədən onları cəzalandırın əgər 10 yaşında qılmazlarsa. Bu da onu göstərir ki, bu çox önəmli bir məsələdir. Ona görə başqa bir hədisdə gəlir ki, qiyamət günü evlad gəlib atasının yaxasından yapışacaq, deyəcək, məni niyə vurmadın? Məni niyə döymədin? Namaz qılmadığıma görə, ibadət eləmədiyimə görə. Ona görə insan bu dünyadan onun tədbirini görməlidir. İnsanın üzərində olan ən böyük məsuliyyətdən biri onun ailəsidir. Ailəsinin islah olmasıdır. Bu günləri bəzilərimiz Allaha həmd olsun, evladlarımız gözün açıb diniman görüblər, evdə namaz görüblər, oruç görüblər. Ağılları kəsməyəndən belə namaz qılıb oruç tuturlar. Lakin bununla kifayətlənmək olmaz. Bu onlarda ürfü formalaşan bir şeydir. Yəni gözlərini açıb onu görüblər. Artıq onunla da tərbiyələniblər. Nə gözəl, əlhəmdülillah, fitrətləri ilə üst-üstə düşüb, fitrətləri korlanmadan, fitrətləri sağlam tərbiyə ilə bir araya gəlib. Nə gözəl, amma buna heç arxayın olmaq olmaz. Niyə görə? Çünki hələ də onlara hidayət gəlməyib. Çünki bu onların seçimi deyil. Onlar böyüyəndən sonra, cəmiyyəti görəndən sonra, artıq nəfslərində şəhvəni hisslər oyandıqdan sonra bunlara hidayət lazımdır. Onlar bunu öz könlü xoşluqları ilə, istəkləri ilə etməlidirlər. Neçə ailələr var ki, evladları uşaqlıqdan namaz qılıblar, ağılları kəsməyəndən oruç tutublar, lakin böyüyəndən sonra tərk ediblər. Hər şey, Allah qorusun, nəuzubillah. Səbəb nədir? İnsan onları dəvət eləmir. Sadəcə namaz qılıb, onlara da qıldırıb, əksinə uşaqlar sevinirlər, xoşlanırlar, gəlib qoşulub sənə namaz qılmağa. Amma bu qeyri-ixtiyaridir. İxtiyarı haçan başlayır? Onun ağlı kəsəndən sonra, başa düşəndən sonra, anlayandan sonra sən onları dəvət elə gedin.
Dəvət elə nətər? Deyə bilərsən ki, bəs onlar namaz qılır axı da, mən onlar tayı nəyə öyrədim? Yox, namazın əhəmiyyətini öyrəd, namazın fəzilətini öyrəd, namaz qılmamağın cəzasın, əzabın onlara anlat, başa sal. Qorxut onları bunun əzabı ilə. Quran-ı Kərimdə, sünnədə namaz qılmayanları hansı əzab gözləyir, o barədə onlara xəbər ver. Mə sələkəkum fi səqar, qalu ləm nəkum minəl musallin. Onlara deyildikdə ki, sizi bu səqara salan nə idi? Cəhənnəm dərəsinə. Onlar deyir ki, biz namaz qılanlardan olmaz. Başa sal bunu ki, insanı səqar cəhənnəminə qərq eləmək, düşməsi, Allahın bu əzabla insanı əzabı dağıtdırması namaz qılmamağına görədir. Və yaxud da digər başqa günahlara görədir. Oruç tutmayan da insanı hansı cəza gözləyir? Bunları anlat və həmçində fəziləti. Yəni, qorxudaraq və müjdələyərək. Həmin qorxu da Allahın əzabı ilə etməsələr nə olacaq? Etsələr onlara hansı mükafat gözləyir ona görə. Yoxsa onlar sənə görə qılacaqlar, sən olmayanda da qılmayacaqlar. Və yaxud da qəlblərində o səmimiyyət, o ixlas olmayacaqdır. Ona görə onların uşaqlıqdan, ibadətlərlə böyüməsinə arxayın olmayın. Onlar təzədən dəvət edin. Hələ xüsusda böyüyəndən sonra, az öncə dediyim kimi, cəmiyyətə qaynayıb qatışandan sonra, pis tərbiyəli uşaqlar, onlar ətraflarında onu görəndən sonra, namaz qılmayan insanları görəndən sonra, onları təzədən dəvət eləmək lazımdır. Onları oyatmaq lazımdır, uyarmaq lazımdır. Allah bütün evladlarımızı qorusun. Başqa bir ayətdə isə Uca Allah Teala buyurur ki: "Ya eyyuhellezine amenu qu enfusakum və əhlikum nara." Ey iman gətirənlər, özünüzü və ailənizi oddan qoruyun. Özünüzü, ailənizi oddan qoruyun. Bəli, insan özü ilə kifayətlənməməlidir. İnsanın məsuliyyəti bununla bitmir. İnsan özün və ailəsin Allahın əzabından qorumalıdır. Abu Hureyra radiyallahu anh rəvayət etdiyi hədisdə gəlir ki, Əxəzəl Həsənu İbni Aliyin radiyallahu anhumə təmrətən min təmris sadaqa fəcəələhə fi fihi fəqalə Rasulullah sallallahu aleyhi ve sellem Kux, irmi bihə əmə alimtə ənə lə nə'kulus sadaqa. Abu Hureyra deyir ki, Allah ondan və bütün sahabələrdən razı olsun. Bir dəfə Ali ibn Abi Talibin oğlu Həsən İbni Əli sədəqə xurmalarının içərisindən bir xurma götürüb ağzına qoydu. Və Allah Resulü sallallahu aleyhi ve sellem bunu görən kimi tez ona deyir ki, çıxart. Tez o xurmanı çıxart. Çıxardır və deyir ki, at onu. Məyər deyir, sən bilmirsənmi ki, bizlərə sədəqə yemək haram edilmişdir. Peyğəmbər sallallahu aleyhi ve sellemin pak əhli beytinə sədəqə yemək olmaz. Çünki başqa hədisdə gəlir ki, sədəqə insanların kiridir. Bizə ona yemək olmaz. Burada mövzumuza şahid odur ki, bu hədisdən Peyğəmbər sallallahu aleyhi ve sellem uşaq vaxtı belə haramdan qorudu. İstəmədi ki, onun qarnına haram geçsin. Hansı ki, bu şey özlüyündə əslən haram deyildir. Sadəcə bu əhl-i beytin şərəfinə görədir ki, Peyğəmbər sallallahu aleyhi ve sellem onları istəmir ki, onlar sədəqə yesinlər. Çünki sədəqə insanların mallarının kiridir. İnsanlar mallarını haramdan təmizləmək üçün, nöqsandan, xatadan təmizləmək üçün sədəqə zəkat verirlər, təmizlənsin. Bu əhl-i beytə də olmaz onu yemək. Düzdür, bu günlərində əhl-i beyt şüarı altında yaşayan bəzi insanlar var, sədəqə ilə dolanırlar. Əksinə, hətta özlərini dilənçi vəziyyətə gətirənlər var ki, əhl-i beyt iddiasında olub insanlardan mal-mülk dilənirlər, xums adı altında və s. Lakin Peyğəmbər sallallahu aleyhi ve sellem öz sevimli əhl-i beytinə görün nə dedi? Qoymadı ki, o xurmun qarnına geçsin. Dedi ki, çıxart. Və Həsən də radiyallahu anhu dərhal onu çıxartdı və tulladı. İbn Ömər radiyallahu anhuma rəvayət edir ki, Səmi'tu Rasulallah sallallahu aleyhi ve sellemə yəqul. Mən Peyğəmbər sallallahu aleyhi ve sellem belə deyərkən eşitdim. Kullukum ra'in. Hər biriniz çobansınız. Və kullukum məs'ulun an riayyətihi. Və hər biriniz öz sürüsündən məsulsunuz. Əl-imamu ra'in. Rəhbər çobandır. Və məs'ulun an riayyətihi. Və o riayətində olanlardan məsuldur. وَالرَّجُلُ رَاعٍ فِي أَهْلِهِ وَمَسْئُولٌ عَنْ رَعِيَّتِهِ Və hər bir kişi də çobandır. O öz əhlindən və riayətində olanlardan məsuliyyətlidir. وَالْمَرْأَةُ رَاعِيَةٌ فِي بَيْتِ زَوْجِهَا وَمَسْئُولَةٌ عَنْ رَعِيَّتِهَا Və qadın da evinin çobanıdır. Ərinin sahib olduqlarının çobanıdır və bunun məsuliyyətidir və riayətində olanların. وَالْخَادِمُ رَاعٍ فِي مَالِ سَيِّدِهِ وَمَسْئُولٌ عَنْ رِعَيَّتِهِ Xidmətçi də ağasının malının çobanıdır, yəni gözətçisidir və onun barədə məsuliyyətlidir. فَكُلُّكُمْ رَاعٍ Elə isə sizin hamınız çobansınız. وَمَسْئُولٌ عَنْ رِعَيَّتِهِ Və hər kəs də öz riayətində olanlardan məsuldur.
Baxın əzizlərim, bu hədis göstərir ki, hər bir insan öz riayətində olanlardan məsuliyyət daşıyır. Ən böyük rəhbərdən tutmuş, idarə, zavod, fabrik direktorlarına qədər, hətta ev sahibinə qədər, hətta evin xanımına qədər, hətta o evin xidmətçisinə qədər. Ona görə axırda Peyğəmbər sallallahu əleyhi və səlləm ki, hər biriniz məsulsunuz, hər biriniz çobansınız. Çoban niyə? Çünki çoban sözü niyə işlətdi Peyğəmbər sallallahu əleyhi və səlləm burada? Çünki sürüdən məsul olan çobandır. Sürüdən məsul olan çobandır. Əgər çoban olmasa, sürü gedər qayadan uçar, gedər çaya düşüb axar gedər. Ondan sonra canavar, ayı gəlib onu parçalaya bilər. Ac qalar. Çoban onu yayda götürür, yeylağa aparır. Qışda götürür, qışdağa aparır. Lazım olanda onun yunun qırxır, təmizləyir. Və beləcə də sürü sağlam olaraq qalır və məhsuldar olur. Və hər bir kəs də öz riayətində olanlar barədə bu dərəcədə diqqətli olmalıdır. Bundan da qat-qat artıq. Əgər çoban qoyunundan dünya malı əldə etmək üçün məsuliyyətli olursa, insan evladlarından həm dünya, həm də axirət faydası alması üçün və onları hər iki dünyada xoşbəxt etməsi üçün necə də onların üzərində məsul olmasın? Necə də onların üzərində ixtiyar sahibi olmasın? Əlbəttə ki, olmalıdır. Çünki buna görə ona cəza gözləyər, əgər bu işdə təqsirkarlıq etsə və yaxud da bu işinə görə böyük bir savab mükafat qazana bilər. Uca Allah Subhanahu Taala tərəfindən ki, o insan bəli, ailəsinin, evladlarını Allahın istədiyi kimi elədi, qorudu. Qadın da bəli, ərinin evi barədə, ərinin malı barədə, onun namusu, şərəfi barədə, evladları barədə məsuliyyətlidir. Onun da bir ixtiyarı var. Onun da evdə bir ixtiyarı var. Onun da bir riayəti var. O da məsuliyyət daşıyır. Və beləcə qiyamət günü hər kəs soruşulacaq. Hər kəs ölkə başçılarından tutmuş, az öncə dediyim ki, hər hansı bir təşkilat rəhbərlərinə qədər, hətta kişilərə qədər, hətta qadınlara qədər, hətta qullara qədər. Ki, hər kəs əlinin altında olanlardan soruşulacaqdır. Onlarla necə davrandın? Onları necə istiqamət verdin? Hansı şəkildə onları islah etməyə çalışdın? Başqa bir hədisdə Amr ibn Şüeyb radiyallahu anh atasından rəvayət edir, o da babasından. Deyir ki, Allah Resulü sallallahu aleyhi ve sellem belə dedi. Muru əvlədəkum bis salətə və hum əbnəun səbə'sinin. Evladlarınıza 7 yaşında olarkən namazı əmr eləyin. Və durubuhum aleyhə və hum əbnəu əşrin. Və 10 yaşında isə onları tənbih eləyin, yəni cəzalandırın. Və fərriqu beynəhum fil mədacə. Və həmçinin onların yatağını da ayırın. Yatağın ayırın, alimlər deyir, əgər qız oğlansa otağın ayırın, oğlansa yatağın çarpayların biri-birindən ayırın. Az öncə oxuduğumuz hədisdir. Demək, əzizlərim, ayətlərdən, hədislərdən görsəndiyi kimi insan məsuliyyət daşıyır, məsuliyyət sahibidir və beləcə Allahdan qorxmalıdır. Allah Teala bizləri və əhlimizi islah eləsin və ən doğrusunu Allah bilir. Və əxiru dəvana enilhamdülillahi rabbil alemin və salatu və selamu alə nəbiyyina Muhammedin və alə alihi və sahbihi ecmain.